çəkilmiş hündürlük. Deməli, hipotenuza çəkilmiş hündürlük nədir? Məsələn, səsləri bağlı eləyin. Tutaq ki, deyək, bir dənə üç bucaq çəkirəm, düz bucaqlı üç bucaq çəkirəm. Bir dənə düz bucaqlı üç bucaq çəkirəm. Deyək ki, buradan belə. Yox. Bunu bu yöndən çəkməyim. Bunu belə çəkim. Belə çəkim. Bir də belə. Bura mənim düz bucağımdır. Buranı yazıram C, buranı yazıram A, buranı da yazıram B. Düz bucaqlı üç bucaqda hipotenuza çəkilmiş hündürlük. Hipotenuza bir dənə hündürlük çəkirəm. Hipotenuza çəkilmiş hündürlüyün mahiyyəti nədir? Deyir ki, düz bucaqlı üç bucaqda düz bucaq təpəsindən hipotenuza çəkilmiş hündürlük üç bucağı özünə oxşar iki üç bucağa ayırır. Yəni, bu o deməkdir ki, üç bucaq A, B, C. Yəni, üç bucaq bütöv. Oxşardır. Üç bucaq A, C, D. Burası D'dir. A, C, D. Yəni, bu üç bucağa oxşardır. Eyni zamanda o da oxşardır. Üç bucaq C, B, D-yə. Yəni, bu üç bucaq, böyük üç bucaq, belə deyək. Bu böyük üç bucaq eyni zamanda oxşardır həm bu üç bucağa, həm də ayrıca bu üç bucağa. Aydındır? Deyir ki, bu üç bucaqlar BB əlamətinə görə isbat edilir. Yəni, bucaq-bucaq əlamətinə görə isbat edilir. Bu mövzumuz bu qədər. Burada sadəcə bilirik ki, hipotenuza çəkilən hündürlük o üç bucağı iki dənə oxşar üç bucaqlara ayırır. Ümumi üç bucağa oxşar üç bucaq olur. İndi, növbəti bu mövzuda bir problem var, soruşa biləcəyiniz bir sual filan. Varsa verin. Yoxdur mu? Tamam. İndi keçirik növbəti dərsimizə. Növbəti dərsimizdə nədir? Məsələn, deyir ki, üç bucaqda, məsələn, düz bucaqlı üç bucaqda A və B ədədlərinin həndəsi ortası, A və B ədədlərinin həndəsi ortası eyni zamanda X ədədinin, X-in müsbət ədədinin həndəsi ortası kimi adlanır. Məsələn, ta ki, deyək A bölünsün X bərabərdir X bölünsün B-yə. Yəni, bu oxşarlıq bu formada gedir. Buradan da X bərabərdir kök altda A vur B. Belə deyək. Bunu indi mahiyyət olaraq necə izah veririk? Məsələn, deyək ki, gəlin bu üç bucaqdan danışaq. Bu X-ları qoyaq kənara. Bu üç bucaqda nə demək istəyir? Demək istəyir ki, CD-ni tapanda, bu CD hündürlüyünü tapanda bərabərdir kök altda AD-ni vurmalıyam DB-yə. AD-ni DB-yə vurmalıyam. Tutaq ki, mənə AD-ni verir 5. DB-ni verir 4. Düzdür? Mənə deyir CD-ni tap, buranı tap. Mən neyəcəm? CD bərabərdir kök altda 5 vurulsun 4. Bu da bərabərdir kök altda 20. İndi bu kök altda 20-dən nəsə çıxa bilər. Amma bəzən çıxa da bilmir. Yəni, istəsə çıxmasın. Çıxsa amma olacaq 2 kök altda 5. Düzdür? 2 kök altda 5. Bu hissəsi aydındır. Kitabdan keçsəm çox çətin olacaq. Qarışdıracaqsınız. Sadəcə bu düsturu yadınızda saxlayın bir dənə. Məmməkidə qaban. CD bərabərdir kök altda AD vur DB. Bu düsturu bilməklə mahiyyətində bildim. Dedim. CD-ni tapanda, məsələn, iki tərəfi vururuq bir-birinə. Kökün altında. Bu birinci hissəmiz. İkinci hissəmizdə nədir? İkinci hissəmizdə odur ki, burada bir sual var bu hissədə. Yoxdur. İkinci hissəmizdə odur ki, məsələn, burada AC-ni tapanda nə edirik? AC. Bəzən verə bilər bizə AC-ni deyər. Tutaq ki, verər bizə buranı bütöv verər. Buranı bütöv verər bizə 9 deyək. 9. Bir də verər AD-ni. AD-ni də verər bizə, məsələn, 5.
Düzdür? Bizdən AC-ni istəyər. Bax, buranı istəyər. Onda neyinirik? AC bərabərdir. Kök altda AB vurulsun AD bərabərdir. Kök altda 5 vurulsun 9. Bu da bərabər kök altda 45. İstəsə bu çıxada bilər kökdən. Aydındır? Yəni burada AC-ni də tapa bilər. Uzun hissəni hipotenuzla kiçik hündürlüyün ayırdığı hissəni verə bilər, amma AC-ni soruşa bilər. Həcər dedim, səriyə. Soruşa bilər. İndi bir də soruşa bilər nəyi? Bir də soruşa bilər AB-ni verə bilər, BD-ni verə bilər, məsələn 3. BD-ni verə bilər 3. Buranı soruşa bilər. Burada BC nəyə bərabərdir? Kök altda AB vurulsun DB. Bu da bərabərdir. Kök altda 9 vurulsun 3. Kök altda 27. Aydındır? Yəni, hansı hissəni məndən soruşursa, qısacası, hansı hissəni soruşursa, digər iki veriləni vururam bir-birinə, kök altına salıram. Yəni, 3 dənə düsturla. Bu düsturları yadınızda saxlamaqla. Aydındır? Orada AB vur DB yazmışsınız, yoxsa AD? AB vurulsun DB. Belə, mövzumuz bu qədər. Sualı olan var?